əfsanələr düzəldirlər. Bizim əfsanəyə ehtiyacımız yoxdur. Belə əfsanələr var ki, ana qocalır, oğul aparır, ananı quyunun dibinə atır. Bu əfsanədir də. Quyunun dibinə atır və ki, anasını öldürsün, xilas olsun da ondan. Məsələn, yoldaşının təhriki ilə filanla atır. Sonra deyir, baxır quyuya ki, görsün öldü, ölmədi anası. Ana da deyir, quyudan baxır, deyir, oğlum ehtiyatlı ol, yıxılarsan quyuya. Bu bir əfsanədir, amma bunun reallığı Kərbəladadır. Ömər Səd gəlir, baxsın, görsün, işi bitməyibsə İmam Hüseynin, işini bitirsin. İmam Hüseyin deyir, görüm Ömər Sədə necə kömək eləyim, o da onun balasıdır axı. Bütün ümmət imamın balasıdır. Amma namərd balasıdır da, namərd, nankör. Gəlir başını kəsməyə, baxır ona deyir ki, səndən daha pisi tapılmadı bu işi görsün. Ömər Sədə bu qədər kömək eləyə bilərəm ki, heç olmasa başımı bədənimdən o ayırmasın, onu eləyir və o qayıdır gedir. Bu qədər kömək eləyə bildi. Köməyi hamıya çatır, amma hərə söz tutumu qədər qəbul eləyir. Sözümü bu ilə bitirim. Bir alim deyir ki, bu bəlkə də bir zəbanı haldır deyir, amma mənim çox xoşuma gəldi. Deyir ki, mən düşünürəm ki, bəlkə şimir başını bədənindən ayıranda gözünü gözündən qaçırdırdı. Yoxsa onun da gözü İmam Hüseynin gözündə qalsaydı, bəlkə ona da təsir eləyərdi. Axıra qədər ona da baxırdı ki, bəlkə onun da əlindən tuta bilsin. İnsanın əzəməti artdıqca, böyüklüyü artdıqca insanın qəmi, qüssəsi, kədəri də bu qədər böyük olur. Və bu qəmin xüsusi ləzzəti var. Bundan danışmaq görürsünüz ləzzətlidir. Bundan danışırsan, ürəyivə bir qəm gəlir, amma məclisdən çıxanda o qədər rahatlaşırsan, deyirsən ki, mən də insanam, fəxr edirsən insan olmağa. Bundan artıq başınızı ağrıtmayın. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim.